Qadın yolun qırağında uzanıb qalmış dilənçi bir qıza yanından keçərkən paketdə yemək verib oradan uzaqlaşdı. Paketi görən kiçik qız bu qadına öz minnətdarlığını bildirdi və təşəkkür etdi. Kiçik qızın səsini eşidən qadın bir an ayaq saxladı. Səs ona çox tanıdıq gəlirdi və üzünü baş yaylığı ilə örtüb geriyə döndü. Qızın yanına gəlib dedi ki, qızım sən bu soyuqda, bu çöldə, bayırda niyə yaşayırsan? Sənin atan, anan yoxmu? Dedi ki, bir vaxtlar mənim də atam, anam var idi, amma indi yoxdur. Deyir, bəs sən burada niyə belə, nə olub, sənin başına nələr gəlib? Dedim, mənim başıma gələn uzun hadisələrdir. Onu sənə anlatsam da nə xeyri vardı? Dedi, yox, mən dözə bilmərəm ki, sən belə kiçik bir uşaq, isti paltarsız, yatsız bu küçədə belə yatıb durub qalasan. Dedi, madəm ki, israr eləyirsən, onda qoy hadisəni sizə anladım. Mənim bir vaxtlar ata-anam var idi və birlikdə çox mehriban, xoşbəxt yaşayırdıq. Bir gün mənim atam vəfat etdi. Ondan sonra anam başqa bir kişiyə ərə getdi. Və mən də onlarla yaşamağa başladım. Bir gün anam evdə olmayan vaxtı gördüm ki, ögey atam evə bir qadınla gəldi. Soruşdum ki, bu qadın kimdir? Dedi ki, bu mənim sevdiyim qadındır. Dedim, axı sən mənim anamla evlisən. Dedi, sənin ananla onun puluna görə evlənmişəm. Əsl sevdiyim qadın budur. Və dedim ona ki, anam evə gələndə bunların hamısını ona xəbər verəcəm. Elə bu ərəfədə onunla gələn sevgilisi olan qadın mənim əlimdən yapışıb, dedi, biz səni indi bayıra atacaq. Sürüyüb evdən bayıra atdılar. Və o vaxtdan mən çöllərdə yaşayıram. Biri yemək verirsə yeyirəm, vermirsə az yaşayıram. Bir gün tapıram, bir gün tapmıram. Dedi, bəs sən bu hadisəni anana anlattın mı? Dedi, xeyr, bir neçə dəfə cəhd elədim, amma xeyri olmadı. Mən onun nə telefon nömrəsini bilirəm, nə də telefonum var. Anam iş dalınca xarici ölkəyə getmişdi. Mən də bu hadisəni ona anlada bilmədim. Amma bir gün anamı tapıb bu hadisəni ona anladacağam və o mənə sahib çıxıb onunla birgə yaşayacağam. Bundan kövrələn qadın və üzünü açdı, dedi, qızım, artıq sənin heç bir şeyi anlatmağa ehtiyacın yoxdur. Mən sənin bütün başına gələn hadisələri hamısını bildim. Mən öz ərimə inanmamalıydım. O özünü məni və səni sevən kimi həmişə göstərirdi. Mən ona inanmışam və ona inanmaqda çox böyük səhvə yol vermişəm. Sən məni bağışla ginən. Və qızının əlindən tutub dedi, gəl gedək. Və elə bir yaramazın o evdə yaşamaq haqqı yoxdur. Gedək onu evdən qovacağam. Biz birlikdə xoşbəxt və firavan yaşayacağıq. Beləliklə onlar ana bala bir-birinə qoşulub yollarına davam etdilər. Diqqətinizə görə çox sağ olun, minnətdaram.